A, B və C çoxluqları verilib, ştrixlənmiş hissəyə uyğun elementlərin cəmini tapın. Ştrixlənmiş hissə hər üç çoxluğun kəsişməsidir. Yəni A-nın B ilə, B-nin də C ilə üçünün də kəsişməsinə aiddir. Və burada baxaq A və B-də, həmçinin C-də olan ortaq elementlərə. 1 hər üçündə yoxdur, amma bu sondakı rəqəmi görürəm ki, 12 hər ikisində var. Yəni belə qeyd edək, 12. Sonra baxaq, deməli 2 sadəcə ikisində var, 3 sadəcə C-də var, 4 hər ikisində var, lakin A-da yoxdur. 5 baxsaq yoxdur, 6, xeyr, 7, bəli, hər 3 çoxluğun üçündə də 7 var və hər üçündə də 9 elementi var. 8, 10, 11 bunlar da ortaq deyil. Deməli, biz ştrixlənmiş hissəyə aid olan elementləri yazsaq, bu 7, 9 və 12 olacaq. Həmin elementlərin də cəmini bizdən istəyir. 7 üstə gəl 9, 16, 16-nın da üstünə 12 gəlsək 28.